Təsəvvür edin ki, 14 yaşım var idi, Parnikdə işləyirdim, 1 hektar yer götürmüşdüm. Deməli, bir cızda 4 dənə, 145 til var idi də, belə deyək də. Həm oxuyurdum, həm gedib işləyirdim. Bir müddət evdəkilər bilmədi, amma baxdılar, gördülər ki, mən dərsdən çıxan vaxtdan çox gec gəlirəm evə. Biraz mama qorxdu elədi ki, sən hara gedirsən, hara şey edirsən. Açdım, dedim ki, bəs belə-belə mən işləyirəm. Və bir dənə üzüyüm var, o üzüyümü keçən səfər qızım götürmüşdü. Deyir, mama bu nə qəşəkdir, mənə verərsən. Çox balaca, üstündə balaca bir dənə qaşı var, belə 2 dənə yarpaq kimi bir şey. Çox nazik, tük kimi belə bir şeydir. İlk maaşıma onu almışdım və demişdim ki, bunu hər zaman saxlayacağam ki, bu mənim ilk qazancımın, yəni ki, bir şeydir, yadigarıdır. O çox gözəl bir şeydir. Məncə, mənim fikrimcə siz oturub atanızla da danışsanız, o sizə çox yaxşı başa düşəcək. Çünki həqiqətən insan gücü, mən belə insanları görəndə, belə uşaqları, yəni belə tələbələr görəndə mən həqiqətən çox sevinirəm ki, necə gözəldir. Yəni sizin yaşda olanlar bəziləri oturub fikirləşir ki, atam eləsin, anam eləsin, bu düzgün bir şey deyil.